6 aydır o sağ gözündə olan məsələlərdir. Hə, 6 aydır ki, bilmişik də, hə, gözündə. Sağ gözündə yaşarma, Hə. sonra nə var? Kist də var, kist də var. Yox, şikayət olaraq nəyin var? Gözün yaşarır. Gözüm sulanır, göynəmə olur. Burnumdan bir damcı su axır belə. Həmin tərəf burnundan. Hə, sağ tərəf. Aha. Həmin tərəf burundan su axır. Sağ tərəf üstədə başımda dəhşətli ağrılar olur. Həkim boynumun dalına can verir belə. Ən çox da belə başımın yuxarı nahiyəsindən vurur. Sonra da qulağımın dal tərəf sağdır. Belə ağrılarım möhkəmlənir. Bu gözündən bu ağrı, bax deyirsən ki, gözün qızarır gözün. Hə, qızarma da olur. Qızarır, yaşarır. Su axır, həmin tərəf burnundan su axır, başın bu hissəsi ağrıyır. Bu ataq kimi olur, yoxsa davamlıdır? Sən mənə onun davam etmə müddətini de. Bütün gün ərzində olur həkim. Gün ərzində davamlıdır. Davamlı olur, arada olur ki, bax indi bura gəlmişəm. Dünən bütün günü başım yerdə qalır, hər gün. Aha. İndi tezdən durandan gözümdən su axır. Göynəmədən dayana bilmirəm. Başımdan da ağrı dözə bilmirəm. Ağrılar möhkəm. Gecə necədir? Gecə də ağrıyır, gecə də. Gecə ağrıyır. Gecə ağrıyır. Yatandan sonra onu hiss eləmirəm. Aysa, onu soruşuram. Sən yəni rahat ağrı səni yuxudan oyatmır da? Yox. Yatırsan. Gecə oyadır, narahat yatıram da, narahat oluram. Narahat yatırsan. Yatıram. Tamam, bu şikayətlərin aydındır. Başqa şikayətlərin? Başqa elə ağrılar başımda, elə əsəbilik, həyəcan, onlar da var. Şimdi bir neçə göz həkimlə getmişik. Bəli. Bunlar da təəccüb qalır ki, bu gözdə elə bir ağrılar var eləsən. Tamam, orada yazılır ki, bir dəqiqə. Sağ bulbus okuli posteriorunda kontrast tutulma diffuziya məhdudiyyəti göstərməyən kistik strukturdur. Adım qoydum, xoş xəsiyyətli xəstəyə. Bəli. Bəli, xanımın şikayətlərini bu MRT açıqlamır. Yəni, orbital MRT xanımın şikayətlərini açıqlamır. O nevroloji şikayətdir.